Xo'p, gözəl və mehriban Allahın adıyla ben de Aşıq Hüseyn Şərifiyəm. Usta Dehqanın 23-cü son 5-i şadıyam. Oxuyam tamam ellərimizin sağlığına. Sözlər düşdü təyyib tərcümanın da qılıncılı tacirə havası ilə. Eşidən ellər sağlığına. Dedim göyle kez meydana girme, sabreyle sabreyle. Öyle dedim göyle kez meydana girme, sabreyle sabreyle. At oynadı bir zayıf üstte, sürme sabreyle sabreyle. At oynadı bir zayıf üstte, derdin Allah'ım. Ele sürme sabreyle sabreyle, sürme sabreyle sabreyle. Dedim göğül kez meydana girme, sabreyle sabreyle. Qaydaş at oynadı zayıf üstte, gücün çatır, məqamın var, postun var. At oynadı zayıf üstte, sürme sabreyle sabreyle. Elə hər çeşmədən çıxar olmaz, geynəsə də akar olmaz. Bir gülünən bahar olmaz, dərmə səbreylə səbreylə. Bir gülünən bahar olmaz, elə dərmə səbreylə səbreylə. Derme sabreyle sabreyle. Her çeşmede çıkar olmaz, geynese de qaydaş akar olmaz. Bir gülünen bahar olmaz, değme sabreyle sabreyle. Üçüncü bende. İtibarsız sözlerini hazar eyle yüzlerine, görme sabreyle sabreyle. Yuyulmamış ey yüzlerini, derdin Allah'ım. Görme sabreyle sabreyle, görme sabreyle sabreyle. Alım ederdin. Rəqiblərin yüzlərinə, yani düşmanların, rəqiblərin yüzlərinə, etibarsız sözlərinə dostlar, axır bəndimi bəhməni ilə oxuyacağım. Həzər eylə üzlərini, ya yuyulmamış üzlərini düşmanları deyil, görmə səbr eylə, səbr eylə, havamız bəhmənidir. Oxuyan Aşıq Hüseyn Şərifidir, Xoyun Setacəddin kəndindən Usta Dehqanın son 5-i.
ezberin olsa da kitap almayı derdin. Elə hər sözə cavab vermə səbr eyləsə elə hər sözə cavab al cavab ömrüm ömrüyeme vermə səbr eyləsə eyləyək 1399 10-cu ayın 20 Göydümdə oxuyan Ruzu Çərşənbədə illərimizin sağlığına. Şumarə telefonu 0914 946 0311 0933 540 14 38 ilə Aşıq Hüseyn xidmətinizdadır. Qadasını alım, illərimizin xudahafiz.